Kəlbəcər rayonu qəsbkarlar tərəfindən zəbt edildiyi vaxt Azərbaycanın gözəl, dilbər guşələrindən biri olan həmin rayonun Ağyataq kəndinin sakini Novruzov Hüseyn İsrailoğlu Yevlax rayonunun Kövər kəndində məskunlaşır və kənddən baxanda o gözəl dağların, o əzəmətli Murov dağının zirvəsi görünür. Ona baxaraq qələmə aldığı dağlar şeirini nəzərinizə çatdırıram. Sanki zaman dayanıbdı, laldı, kardı susub dağlar. Nankör olduq, qorumadıq, ona görə küsüb dağlar. Yetim kimi yaman dolub, şaxta vurub, gülü solub, bizə ata, ana olub, üstümüzdə əsib dağlar. Söndürmədi heç odumu, o ucaltdı bu adımı, neçə milyon əcdadımı öz köksünə basıb dağlar. Nə eli var, nə el atı, üstündəki duman qatı, götürmədi xəyanəti, özün dardan asıb dağlar. Fəğandir çatıb sonun, tökülmədi sənə qanım, kaş öləndə quru canım, sənə ola nəsib dağlar. Kaş öləydim, o yerlərdə qalaydım, qarışaydım torpağına dağların. Neynirdim kəfəni, neynirdim ağı, büküləydim yarpağına dağların. Çəkirəm möhnəti, çəkirəm qəmi, itirdim xoş günü, o gözəl dəmi. Bala anasına qısılan kimi sığınaydım qucağına dağların. Yazda çəmən min bir rəngli xalıdır, bulaqları şirin beçə balıdır. Şimşək vurub yandıranda palıdır, isinəydim ocağına dağların.